Salamlar hər kəsə. Bu gün ağlıma belə bir ideya gəldi, video ilə bağlı. Demək, həyatımızda hər şeyi biz özümüz cəlb edirik, yoxsa bizdən asılı olmayan nələrsə var və bunlar nələrdir? Demək, bu gün bunun haqqında danışacağam. Yenə mən lövhədə çəkmişəm. Mən öz beynimdə belə bir qənaətə gəldim ki, həm ətrafımı izləyərək, həm özümdən görərək və özümdə dünənlər belə bir şəkil çəkdim. Bu bizim dünyamızdır, bu qara olan. Bu yaşıl isə bizim daxili dünyamızdır. Mən bunu özümdə makro və mikro dünya kimi adlandırdım. Makro dünya bizim ümumiyyətlə ətrafımızda baş verən bütün hadisələrdir. Mən burada yəni bu nöqtələri hər yerə qoymaq olardı. Sadəcə bir hissəsinə qoydum dairənin. Bir də mikro dünya var. Bu insanın daxilində baş verən hadisələrdir. Yəni məsələn mən indi burada sizlə danışıram, həyatımda müəyyən proseslər baş verir. Bu mənim ümumi həyatımda baş verənlərdir, amma mənim daxilimdə, beynimdə, düşüncələrimdə, davranışlarımda, hisslərimdə baş verən hadisələr mənim mikro dünyama adlanır. Və əslində bizim mikro dünyamız, yəni bizim daxilimizdə baş verənlər bizim həyatımıza təsiri çox böyükdür. Yəni ona görə də əsasən də həyatımıza cəlb etdiklərimiz, hardasa deyərəm ki, bir 60% bizim daxili düşüncələrimiz, hisslərimiz və emosiyalarımızdır. Yəni bu tamamilə düz mütənasibdir. Yəni mən nəyisə düşünürəmsə, daim uzun müddət bir hiss keçirdirəmsə, eyni düşüncədəyəmsə uzun müddət, bu mənim eyni davranışlarıma gətirir çıxarır və avtomatik olaraq bu mənim şəxsiyyətimin bir hissəsinə çevrilir. Bu da özlüyündə həyatıma müəyyən hadisələrdə davranışlarımı göstərir. Ona görə də belə bir fikir formalaşır ki, mən bunu həyatımda özüm yaratdım. Halbuki ən birinci mənim düşüncəmdən formalaşdı, sonra hissimə keçdi, hərəkətimə və bir müddət sonra mənim şəxsiyyətimin bir parçası olmağa başladı. Amma ki, burada belə bir şey də var. Bu insan bunu yaratdı. Bir hissəsini yaratdı öz davranışlarıyla, düşüncələri ilə. Amma bir hissə də var ki, mən bunu həyatımıza çəkmək yox, mənim dünyama, bu mikro dünyama daxil etməyi nəzərdə tuturam. Baxın, bu ətrafda olan hadisələrdir, düzdür. Biz dedik, hiss, düşüncə, bunlar heç və artıq bu insan elə bir deyil ki, məsələn, ətrafında bir hadisə baş verdi. Tutaq ki, deyim, bir insan pis davrandı bu insana və bu insan əgər ki, bunu öz dünyasına daxil edirsə, yəni avtomatik olaraq o düşüncələrində, emosiyalarında uzun müddət bu duyğuda qalırsa, bu hadisənin dünyasına daxil etdirsə, avtomatik olaraq bu nəyə gətirir çıxarır? Demək ki, bu insan bu hadisəni həyatına daxil etdi. Yəni həyatına çəkdi, yox, daxil etdi. Çünki həyatımızda zaten bizdən asılı olmayan çox şey var. Məsələn, əgər bir insan bizə durduq yerdə pis davranırsa, bu demək deyil ki, mən bunu hansısa inancımdan çəkdim həyatıma. Əgər ki, hə, mən burada özümü çox narahat hiss edirəmsə, bu hansısa mənim duyğumu yadıma salırsa, hardasa mənə bir ilişirsə, demək ola bilər ki, həqiqətən mənim daxilimdə bir boşluq var, o mövzuyla bağlı narahatlığım var və o insan sadəcə gəldi, o hissəni məndə oyatdı ki, mən dönüm daxilimə baxım ki, bu hiss məndə nə vaxt yaranır və niyə məni tətikləyir. Amma ki, əgər durduq yerdə bir insan sizə pis davranırsa, bu demək deyil ki, siz onu həyatınıza daxil edirsiniz, çəkibsiniz. Bir məqamda ola bilər bu, nə zaman ki, siz bu insanın sizə olan təsirini qəbul edəsiniz və uzun müddət bu emosiyalarda yaşamağı seçəsiniz. Ona görə də ümumiyyətlə çox yayılıb ki, məsələn, həyatımızda nə varsa hər şeyi özümüz yaradırıq. Bəli, böyük qismini biz özümüz yaradırıq. Düşüncələrimizlə, hərəkətlərimizlə, daxildə yaşadığımız uzun müddətli emosiyalarla bunu yaradırıq. Amma ki, həyatımızda, yəni ətrafımızda olan hər şeydə, başımıza gələn ən cüzi hadisədə, yəni bizdən asılı deyil. Yəni hər şey bizdən asılı deyil. Və məsələn, bu insan bu hadisəni daxil etsə öz dünyasına, təbii ki, bu artıq o insanın bir həyatının hissəsi olmağa başlayır. Amma məsələn, çöldə getdiyi yerdə yenə başına başqa bir hadisə gəlir. Bu insan sadəcə, məsələn, o anda yaxşı emosiyalarla keçid edə bilirsə, məsələn, təşəkkür edir, daima minnətdarlıq duyğusundadırsa, yəni belə aşağı
frekanslı duyğular onu çox zədələmirsə, bu insan artıq bunu sadəcə bağışlayıb buraxır, göz ardı edir, keçir, gedir. Yəni ki, bir yerdə həyatımıza daxil etmək, çəkmək yox, həyatımıza daxil etmək bizim özümüzdən asılıdır. Amma ki, o demək deyil ki, həyatımızda nə baş verir, hamısı bizdən asılıdır. Bizdən asılı olmayan da çox şey var. Və bu qalxanı da gücləndirmək üçün minnətdarlıq duyğusudur, şərtsiz sevgidir. Bu yüksək frekanslı duyğularda biz qalanda uzun müddət, təbii ki də bunu bir gündə başlayıb eləmək və nəticə gözləmək düzgün deyil. Çünki biz düşünürük ki, biz müəyyən seanslar alanda, nə bilim, webinarlara qoşulanda, kitablar oxuyanda düşünürük ki, məsələn, bir bunu oxudum, bunu elədim və həyatım dəyişir. Elə deyil. Siz təsəvvür eləyin, bir psixoloq yanına gedirsiniz ya da həkim yanına gedirsiniz. O insanla danışandan sonra o insan bir də sizin həyatınızda uzun müddət olmur. Amma sizin yanınızda olan daima sizsiniz və siz öz həyatınızı necə idarə edəsiniz, o sizə qalır artıq. Yəni siz bir şey oxudunuz, onu tətbiq eləyib həyatınızda daima özünüzə qayıtmağınız, fərqindəliyinizi yüksək tutmanız sadəcə sizdən asılıdır. Ona görə də belə hadisələrdə özümüzü qorumaq üçün, yəni ki, hər hadisəni öz həyatımıza daxil etməmək üçün biz minnətdarlıq duyğusunda olmağımız, şəxsi sevgide olmağımız sadəcə bizi sanki qoruyur. Yəni sanki bu qalxanı, bu dünyadan bizi ayıran qalxanı gücləndirir ki, biz hər həyatımıza gələn şeyə o saniyə reaksiya verib həyatımıza daxil etmək bunu. Belə. Və əgər siz uzun müddət yüksək emosiyalarda olursunuzsa, fərqindəlikdə olursunuzsa, şükür, minnətdarlıqda olursunuzsa, artıq fokusunuz dəyişir və artıq siz həyatda daha pozitiv baxmağa başlayırsınız. Yəni ki, fokusunuz yönəlir. Məsələn, bunlar müsbətdirlərsə, bunun haqqında danışmışdım, amma yəni fokusunuz artıq yönəlir bura. Bu pis hadisə baş versə belə artıq bu sizə çox təsir etmir. Siz və həyatınıza bunları daxil etməyə başlayırsınız. Baxın, müsbət haqqında düşündünüz, həyatınıza avtomatik olaraq daxil edirsiniz. Yəni ki, həyatımıza hər şeyi biz çəkmirik, amma həyatımıza nəyisə daxil etmək bizdən asılı olan şeydir. Çünki bizdən asılı olmayan, kənarda baş verən çox faktor var. Başqa insanın emosiyaları, hissləri, onun düşüncələrini biz idarə edə bilmərik. Başqası ola bilər əsəbdən bizə nəsə desin, ya da ki, öz keyfinə görə nəsə biz uyğun olmayan hərəkət eləsin. Amma onu o saniyə mən özümküləşdirim, o düzgün deyil. Biz nəyi düzgün olaraq algılayırıqsa, öz həyatımıza uyğun, onu o saniyə öz mikro dünyamıza daxil etmiş oluruq. Belə. Ona görə çalışaq ki, daha fərqindəlikli olaq və öz dünyamıza, öz daxili dünyamıza hansı hadisələr, düşüncələri daxil ediriksə, bunlara diqqət edək. Bu gün bunun haqqında danışmaq istədim. Öz fikirlərinizi bildirərsiniz. Başqa suallarınız olsa yazarsınız, cavablandırmağa çalışaram. Sağ olun.